borcum var ha. Allah'ın Türk'ünün bankasını tapıp yine bilmirəm. Her yerim cırıktırıktı bak. Ne kadar yaşlıyım ben. Allahsız oğul Allahsız. Ben bir Şahin ağayım. Sen Allah'ın belasına gel ki bu milleti halkı araya korsan, lağa korsan. Sağ olun. Mir Şahin, hoş sözlerinize göre teşekkür ederim. Neyse ki televizora bak. Ben televizoram. Bak canlı televizoram. Bak 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 bak. Bak bak bak. Bak bak. Yere falan ha. Yer buralı aparıp yireme. Ya aptekə gedin, ya da nisiyə dəftərinə doğub duruyun. 23 ile yakındır ki bu kürsüdəyəm və bu illər ərzində Azərbaycan hardan haraya gəlib, xalqımız da yaxşı bilir, siz də bəlkə də hamıdan yaxşı bilirsiniz. Çünki siz müasir Azərbaycan tarixini bəlkə də ən dərindən və yaxından bilən şəxslərdən birisiniz. Kanalın gelsen, yiyirsen, tanıyırsan, valla baş nazir olsam, prezident olsam, seni, benim soyarım seni ömrünü iş verərəm ki, oradan çıkmayasan. Bu tarixi yenə də deyirəm, Azərbaycanda sizin qədər bilən və Azərbaycan ictimaiyyətinə və dünyaya çatdıran bəlkə də ikinci şəxs çətin ki tapılsın. Bak, bunu yiyirəm bak, 378 manat maaş aldım. Aldığım maaş 11.000 kreditimle uşağımın dərmanını ödedim. Gözümden bakıp şişirəm, bana təsəvvürəm bura. Allah bir Şahin kimilərlə də bəla versin. Bak, mən kimi yetimlərlə qoyduğuna görə bəlaya gəlsin, bin bir bəlaya.